Peyğəmbər gəlir məscidə, bir cavan oğlanı çox gözəl halda görür. Adam var da halına baxırsan, görürsən ki, qeyri-adidir, ləzzətli haldadır, bihuş haldadır. Bu cavan oğlan Peyğəmbərin diqqətini çəkir, sübh namazına gəlib Peyğəmbər. Baxır ona deyir ki, keyfə əsbəht, gecəni necə sübh elədin, halın necədir? Cavab verir ki, əsbəhtu muqinən, yəqin halında səhərə çıxmışam, ya Rəsulallah. Böyük iddiadır da bu. Yəqin halındayam. Peyğəmbər buyurdu ki, bu iddianı nə ilə sübut eləyərsən? Dedi ki, cənnəti, cəhənnəmi görürəm elə bil. Cənnətdəkiləri də görürəm. Bax, burada kimlər cənnətlidir, kimlər cəhənnəmlidir, hamısını görürəm. Ondan sonra dedi ki, ya Rəsulallah, istəyirsinizsə deyim sahabələrimizin hansı cənnətlidir, hansı cəhənnəmlidir? Dedi ki, danışma. Deyir, lazım deyil, demək lazım olsa özüm deyərəm. Belə adamın arzusu nə olar sizcə? Peyğəmbər deyir ki, indi yaxşı, düz deyirsən. Halını təsdiq elədim. Peyğəmbər möhür vurdu ki, düzdür, sən yəqin əhlisən. İndi istə məndən nə istəyirsən. Şans düşüb də Peyğəmbər deyir ki, məndən istə nə istəyirsən. Belə adam bir istəyirlər. Deyir, şəhid olmaq istəyirəm. Da gördüyüm yerə getmək istəyirəm. Dünya mənə dar gəlir, çünki görürəm ora haradır, bura haradır. Peyğəmbər dua edir, ilk döyüşdə şəhadətə çatdır, şəhid olur.